Çox vaxt sağlamlığınızla bağlı elə mövzular vardır ki, hətta həkiminizlə belə bölüşməyə çəkinirsiniz. Çox nahaq. Bu utancaqlığınız sağlamlığınızla bağlı ciddi problemlərə gətirib çıxara bilər. Ona görə də deyəcəklərimizə diqqət yetirmənizi tövsiyə edirik. Əslində, hansı tezlikdə böyük bayıra çıxmaq lazım olduğu barədə sehirli rəqəm mövcud deyil. Bununla belə, insanların əksəriyyətində bu gündə 3 dəfədən, həftədə 3 dəfəyə qədər ümumi diapazonda olur. Nəcisin konsistensiyası tezliyə necə təsir edə bilər? Nə qədər tez-tez böyük bayıra getməniz, çox vaxt nəcisin konsistensiyası ilə əlaqədardır. Əgər həftə ərzində 3 dəfədən az defekasiya baş verirsə, sizdə qəbizlik ola bilər. Qəbizlik sərt, quru və ya xırda daşçıq şəklində nəcis əmələ gətirə bilər ki, bu da ifraz zamanı çətinlik və ya ağrı yarada bilər. Siz qarında köp və ya qarın ağrısı hiss edə bilərsiniz. Həmçinin, tualetə getdikdən sonra belə bağırsağın tam boşalmadığı hissi qala bilər. Əgər narahatsızsa, həkimə müraciət edin. Nəcis ifrazının tezliyinə nə təsir edə bilər? Defekasiya tezliyinə bir çox amillər təsir göstərə bilər. O cümlədən qidalanma, hormonlar, fiziki aktivlik, dərman vasitələri və bəzi xəstəliklər. Bağırsaq fəaliyyəti hər bir insan üçün fərqlidir və qəbizlik və ya ishalın təsadüfi epizodları adətən ciddi narahatlıq doğurmur. Qida rasionunda lifin artırılması və müntəzəm fiziki aktivlik kimi həyat tərzi dəyişiklikləri həzm sisteminin sağlam fəaliyyətini dəstəkləyə bilər. Beləliklə, rahat və sağlam defekasiya üçün bol su içmək, lifli qidalar, tərəvəz, meyvə yemək, hər gün eyni vaxtda, ən yaxşısı səhər saatlarında tualetə getmək və tualetdə düzgün pozada, ayaqların altına kiçik masa qoyaraq dizləri qarın boşluğuna doğru qaldırmaqla oturmaq vacibdir. Gücənməkdən çəkinin. Gündə 1,5-2 litr su için. Tərəvəz, göyərti və meyvə yeyin. Ağ undan çörəyi və şirniyyatı azaldın. Hər gün səhər yeməyindən sonra tualetə vaxt ayırın. Tualetdə uzun müddət oturmayın. Tualetdə telefondan, planşetdən uzaq durun. Artıq güc tətbiq etməyin. Ayaqlarınızın altına kiçik masa qoyun. Bu poza bağırsaq yolunu düzləndirir. Hər gün 30 dəqiqə piyada gəzin. Oturaq işdə hər bir saatdan bir qalxıb gəzişin. İdman edin. Bir sözlə, çalışın, sağlam qalın.